İlyas ha, İlyas. Bəli. Bəli, Şirin. Uşaqları cümləni necə başa salarsan? Uşaqlar Amma elə başa sal ki, bir nümunə göster. Mesela cümlə nədir de görüm. cümlə bitmiş fikri başa salır. Aha, bitmiş fikri başa salır. Ay sağ ol. Fikir necə olur ki bitir, necə olur ki yarımçıq qalır? Necə deyərsən? Bax, mesela belə desəm onda başa düşməyəcək. Dostum, günəş. Aha. Hə, sonra deyəcək dostu, nə olub, nə olub? Hə, günəşə nə olub? Ay sağ ol. Amma belə desəm başa düşəcək. Dostum, günəşdir. Ay sağ ol dostum, güneştir. Başka bir nümunə göster. Sonra cümlə haqqında. Aha, yəni elə bir fikir denən ki, o yarımçıq olsun. Dostum, ona bax, oradan çaydır. Oradan axan çaydır. Hə, oradan axan İndi bu çaydır. cümlədir yoxsa yox? Cümlədir. Aha, indi elə denən ki, yarımçıq qalsın. Dostum, orada maşın. Hə, deyəcək nə olub, nə olub? Maşın nə? Maşına nə olub? Aferin sənə. Əgər belə desəm başa düşəcək. Dostum, orada maşın qəza eləyibdir. Aha. Yaxşı, İlyas, cümlənin hansı növləri var? Cümlələrini sual, Aha. sonra nəqli. Aferin, ikisini keçmişik sizlə. Bir dənə bir cümlə denin, sual cümləsi olsun. Sual cümləsi. Aha. Dostum, mənim qardaşımın adı nə idi? Tanıdın? Aha, bu sualdır. İndi bir dənə denin, yaxşı, sual cümləsinin sonunda nə qoyulurdu? Sual cümləsinin sonunda sual. Ay, sağ ol, sual işarəsi. Bəs bir dənə nəqli cümlə denən? Dostum, ütü yanır. Bütün cümlələrin dostla bağlı oldu. Bəli, nəqli cümlənin sonunda nə qoyulur? Nəqli cümlənin sonunda nöqtə. Aferin sənə. Çox sağ ol. Görüşərik.